Əgər var dövlətin, sərvətin yoxdursa, narahat olma. Çox adam var ki, kasıbdır. Sən də kasıblardan biri. Kişi ol. İzzətin olsun. Əgər bədənin sağlam deyilsə, bədəndə xəstəlik varsa, yoxdur. Çox adamlar var xəstədir. Adam var qolu yoxdur, qıçı yoxdur, gövdə bir gözü yoxdur. Amma təmiz ol. İzzətin olsun, kişi ol. Əgər səndə zahiri, cismi gözəllik yoxdursa, biraz üzün, necə deyərlər, çox gözəlliyi yoxdursa, ziba deyilsə, yoxdur. Çox adamlar var ki, sənin kimi gözəlliyi yoxdur. Əsas gözəlliyi onda deyil. O gözəlliyi bir gün aradan gedəcək. Ta ki, sənin təmizliyin, kişiliyin olsun. Əgər səndə cavanlıq yoxdursa, indi qocalmısan, yoxdur. Hər cavan bir gün qocalar. Bu cavanlar hamısı qocalardır. Qocalmaq məcburidir. Qoca ol, kişi ol, təmiz ol, izzətin olsun. Əgər çox belə savadın yoxdursa, alim, professor deyilsənsə, yüksək ali təhsilin yoxdursa, yoxdur. Çox adamlar var, kasıbdırlar. Çox adamlar var elə savadsızdılar, cahildir, amma təmiz yaşayırlar, heç kəsə ağız açmırlar, zəlil deyirlər, əzizdirlər. Sən də onlardan ol. Əgər sənin siyasi bir vəzifən yoxdursa, qüdrətin yoxdursa, ordun yoxdursa, topun tüfəngin yoxdursa, yoxdur. Çox adamlar var elə səni kimidir. İzzət Allahındır. Sən əziz ol, izzət sahibi ol. Sonra gəlir, axırda deyir ki, yox, amma sənin bunların hamısı varındır, amma sənin izzətin yoxdur. Onda sənin heç sadın yoxdur, zəlilsən, heç bir kişiliyin yoxdur. Gedib ölsün bundan, yaxşıdır. Doğrudan da belədir. Ay, filan kəsin maşını var, cəmat ona əziz baxır. Nədir bu? Hansı yolla qazanıb bunu? Sənin mənim malımı oğrayıb, bahalı maşında gəzir. Narkotika satıb, onda gəzir. Nə var ki burada? Filan kəsi televizorda göstərirlər, onun vəsvəsi var. Cəmat hamısı baxanda üzr istəyirəm, ağzının suyu axır. Quran deyir ki, Qarun milyoner idi. Var dövlət sərvət sahibidir. Keçəndə var dövlətdən cəmat nə deyirdi? Kaş onda olan bizdə də olaydı. Allah onu sabahsı gün yerə batırdı. Var dövlətindən bir yerdə Quran deyir. O adamlar ki, ona baxanda ağızlarının suyu axır, dedi ki, kaş bizdə olaydı. Sabahsın ki, əlhəmdə bizdə o var dövlət yoxdur. Əziz ol, tək ol, kasıb ol, fəqir ol, heç zadın olmasın, ancaq kişiliyin olsun. Təmiz ol, əziz ol. Quran da deyir, izzət Allaha məxsusdur. Peyğəmbərə məxsusdur, möminlərə məxsusdur. Allahın verir Peyğəmbər əhl-i beytinə, Pərverdigara bizləri əziz bəndələrdən qərar verir.